Salam, bugün sizinlə kimya bütün qəbullar 2007-2022 PDF-dən ikinci sınağın, yəni 2007 nömrə 3 sınağının izahına baxırıq. Başlayaq birinci sualdan. Düzgün olmayan reaksiya tənliyini göstərin. Feriumun üzərinə xlor gəlinib, ferium xlorid salınıb. Bəli, demişdik ki, ferium xlorla reaksiyaya girəndə 3 valentliyi göstərir və ferium xlorid olur. Amma əgər burada xlor yox, H xlor olsaydı, yəni xlorid turşusu olsaydı, onda ferium xlor 2 olacaqdı. Çünki ferium xlorid turşusuna reaksiya daxil olanda 2 valentliyi göstərir. Bu isə doğrudur. Bizdən şərtdə düzgün olmayan dediyinə görə A variantını atıram. B variantında feriumun üzərinə kükürt gəlinib, ferium salınıb. Təbii ki, bu da doğrudur. Birləşmə reaksiyasıdır. C variantına baxıram. Feriumun üzərinə su... təbii ki, yanlışdır. Çünki feriumun üzərinə su gəlmə reaksiyasında ferium 3O4 alınır. Yəni ferium oksigeni götürür və bir də hidrogen çıxır. Ona görə yanlış olan budur. Yəni bizə düzgün olmayan soruşduğuna görə doğru cavab C olacaq. Gəlin digərlərinə də baxaq. D variantına baxıram. Feriumun üzərinə kuprum SO4 gəlinib. Bəli, ferium gəlib SO4-ü götürür və bir də kuprum çıxır. Bu da doğrudur. E variantına baxıram. Feriumun üzərinə oksigen gəlində bəli, ferium oksid alınır. Bu da doğrudur. Deməli, doğru cavab oldu C variantı. Keçirim ikinci sualla. Bu tənlik kuprumun üzərinə X maddəsi gəlinib, kuprum SO4, SO2 və su alınıb. Artıq bu sualın heç şərtin qalan hissəsini oxumadan belə bilmək olar ki, X burada qatı sulfatdır. Çünki passiv metallar qatı sulfatla SO2 verirdi. Əgər SO2 çıxıbsa, deməli qatı sulfatdan istifadə olunub. Bu tənlik məlumdursa, karbonla X birləşməsini qızdırdıqda hansı maddələr alınır? Yenə karbonla qatı sulfatı qızdırırıq deyir. Bunu da bilirik ki, CO2 karbon qazı çıxır, SO2 çıxır və bir də su çıxır. Deməli, doğru cavab olacaq A variantı. Qeyd edeyim ki, bu sual, səhv etmirəmsə, nömrə 1 sınağında da eynən bu sual var idi. Keçirəm 3-cü suala. Y maddəsini müəyyən edin. Birinci fosforun üzərinə oksigen gəlinib, deməli X olacaq P2O5, yəni fosforun üzərinə oksigen gəlinibsə, bu olacaq P2O5. Sonra da üzərinə su gəlinib. Biz də demişdik ki, P2O5-in ümumiyyətlə su ilə 3 reaksiyası var. P2O5 su ilə 3 reaksiyaya girir. Biri girir 0 dərəcə Selsidə, yəni soyuq temperaturda. İkincisi də 20 dərəcədə girir. Və bir də qaynar temperaturda girir, 100 dərəcə Selsidə girir. 0 dərəcədə, yəni soyuq temperaturda HPO3 alınır, yəni metafosfat turşusu alınır. Digərindən 20 dərəcədən H4P2O7 alınır, pirofosfat turşusu. Və 100 dərəcədə də H3PO4, yəni orta fosfat turşusu alınır. Bizə deyir ki, Y maddəsini müəyyən edir. Yəni bu hər 3 turşu alına bilər, amma hər 3 də turşudur. Ona görə doğru cavab olacaq Y variantı. Keçirəm 4-cü suala. 4-cü sualda NH4NO3-ün parçalanma reaksiyası verilib. Naşatır spirti parçalanır. Yanlışdır. Naşatır spirtinin yazılışı NH4OH-dır. Ona görə bir yanlışdır. İkincisi də amonium şorası parçalanır. Bəli, nitratdır. Baxın, ona görə də amonium şorasıdır. Doğrudur. Üçüncüdə bir oksid alınır. Yanlışdır. Dördüncüdə 2 oksid alınır. Doğrudur. Səbəb çünki bir dənə N2O da oksiddir, solzu da oksiddir. Qeyd edelim ki, su da mütləq oksid sayılır. Çünki tərkibində -2 oksidaşma dərəcəsi göstərən oksigen var. Ona görə doğru cavab olacaq 2, 4, yəni C variantı. Keçirəm 5-ci suala. X, Y və Z maddələrini müəyyən edin. Birinci gördüyünüz kimi CnH2+1OH-dır, yəni bir atomlu spirtdir. Gliserinlər təbii ki, ola bilməz, çünki gliserin 3 atomlu spirtdir, yəni Z-də uyğun gələ bilər. Ona görə B ilə C-ni atıram. İzopropil spirti, bəli, bunlar uyğundur, çünki hər ikisi bir atomlu spirtdir. Etilin qlikol da 2 atomlu spirtdir, Y variantında çıxıram. Y maddəsinə baxıram, CnH2OH2, yəni 2 atomlu spirtdir, gliserin isə 3 atomludur. D variantına baxsam, etilen glikol, bəli, 2 atomlu spirtdir. Z-də də OH3, 3 atomlu spirt olduğuna görə gliserində 3 atomlu spirtdir. Doğru cavab olacaq D variantı. Keçirəm 6-cı suala. Xörək duzunun natrium xloru suda məhlul durulaşır. Təbii ki, bunu təsəvvür edə bilərsiniz. Yəni, bir dənə duz götürürsünüz, duzun üzərinə duz əlavə etsəz, daha doğrusu duzun suda məhlulun üzərinə duz əlavə etsəz, bu zaman daha da qatılaşar. Amma su əlavə etsəz, durulaşar. Deməli olacaq, su əlavə ediləndə durulaşaq, suyu buxarlandırdıqda təbii ki, su daha çox çəkiləcək və yerdə duz qalacaq, yəni daha qatı olacaq. Bizdənsə durulaşmanı soruşur. Ona görə bu da yanlışdır. Natrium xlor əlavə ediləndə isə təbii ki, durulaşmır, əksinə qatılaşır. Ona görə bu da yanlış. Doğru cavab olacaq. Yalnız bir Y variantı.
Keçək 7-ci suala maqnezium hidrokarbonat reaksiyasının tipini göstərin. Heç reaksiyanın davamını belə bilmədən görürük ki, parçalanma reaksiyasıdır. Doğru cavab C variantıdır, amma davamını da sizlər üçün yazmaq istəyirəm. Maqnezium hidrokarbonat parçalananda ümumiyyətlə iki valentli metalların hidroları, yəni hidrokarbonatları parçalandığı zaman maqnezium karbonat alınır, yəni karbonatları alınır, karbon qazı alınır və bir də su alınır. Yəni normalda burada H2CO çıxır, o da parçalananda karbon qazı və su verir. Keçək 8-ci suala. 8-ci sualda deyilir ki, X3 müsbət ionunda 23 elektron varsa, X elementinin atomunda normal vəziyyətdə cütləşməmiş elektronların sayını müəyyən edin. Gəlin baxaq. Deməli, 3 müsbət ionundur və bizdə 23 elektron verib. Yəni 23-ü çaşıb protonun yerinə yaza bilməliyik. 23 elektron verildiyinə görə elektronun yerinə yazırıq. Və düşünür, ümumiyyətlə, protonu da tapmaq üçün 23-ün üzərinə yuxarıdakını gəlirik. Yəni 23-ün üzərinə müsbət 3-ü gəlirəm, 26 yazıram ki, 26-dan da yuxarıdakı 3-ü çıxanda bizə 23-ü versin. X elementinin atomunda dediyinə görə artıq elektronunu açmırıq, protonu açırıq, 26-nı açırıq. 26-nı da açanda olacaq 1s2, 2s2, 2p6, 3s2, 3p6. 3D-yə keçə bilməzsiniz burada. Keçirsiniz 4S2-yə, artıq 20 tamamlanır. 20 tamamlandıqdan sonra təkrardan qayıdırsınız 3D-yə, olur 3D 6. Onu yadda saxlayın ki, əgər 3-cü dövrdəsinizsə, 3D-yə keçə bilməzsiniz. Əlinizdəki qalan o elektronları 4-cü mərtəbədə gəlib 4S2-yə qoyursunuz. Sonra qalanların yenidən 3D6-ya verirsiniz. Deyir, X elementinin atomunda normal vəziyyətdə cütləşməmiş elektronların sayını tapın. Bunlar təbii ki, hamısı cütləşib. Bunlara heç baxmağa ehtiyac yoxdur. D-yə baxırıq. D də bilirdik ki, 5 otaqlı idi. Yəni 5 dənə çəkirik. 6 verildiyinə görə birinci, təbii ki, baxın, bunun yanına çəkə bilməzsiniz heç vaxt. Bunu yadda saxlayın, yanına çəkə bilməzsiniz. Bir dəqiqə. Aha, yanına çəkə bilməzsiniz. Mütləq gəlib ikinci mərtəbəyə, daha doğrusu ikinci otağa qoymalısınız. Yəni 1, 2, 3, 4, 5. 6-cı da gəlib bunun yanına qoyursunuz. Birincinin yanına qoyursunuz. Görürsünüz ki, burada 4 dənəsi cütləşməmiş vəziyyətdə qaldı. Cütləşməmiş, yəni ki, bir otaqda 2 elektron olmalıdır. Əgər bir dənədirsə, deməli cütləşməyib. Gördüyünüz kimi, burada 4 dənəsi də tək qalıb, yəni 4-ü cütləşməyib. Doğru cavab olacaq 4, yəni Y variantı. Keçək 9-cu suala. Polimerləşmə dərəcəsi 3000 olan sellozanın bir makromolekulundakı hidroksil qrupunun sayı nə qədərdir? Bilirik ki, ümumiyyətlə sellozada, yəni bir dənə N-də, bir dənəsində 3 hidroksil qrupu olur. Yəni heç buna yazmağa ehtiyac yoxdur. Şifahi sualdır. Hidroksil qrupu bilirik ki, sellozada bir dənədir. Daha doğrusu birində 3 hidroksil qrupu var. Burada da 3000 olduğuna görə, yəni bizə N-i 3000 verib. Ona görə 3-ü 3000-ə vuracam və doğru cavab olacaq 9000, yəni Y variantı. Keçirəm 10-cu suala. 10-cu sualda deyilir ki, 20 milli NO-nun tamamilə NO2 oksidaşməsi üçün neçə millilitr hava tələb olunur? Havada oksigenin həcm payının 20% qəbul edirik. Gəlin birinci NO-nun NO2 oksidaşməsini yazaq. Təbii ki, NO-nun üstünə oksigen gəlirəm. Alınır NO2. Bunun da qarşısına 2 yazıb, bunun da qarşısına 2 yazıb əmsallaşdırıram ki, baxın, oksigenlərin sayı eyni olsun. 21 millilitr NO deyir. Deməli, bizə 21 millilitr verib bunu şərtdə. Deməli, burada bizdə şərtdə gördüyünüz kimi neçə millilitr hava tələb olunur deyir. Biz də bilirik ki, havanın 21% oksigendir. Baxın, burada yazıb ki, 21% qəbul edin. Yəni, birinci, biz nə qədər oksigen sərf olunduğunu tapmalıyıq. Sonra da düşünməliyik ki, o oksigen nə qədər havada olacaq. Gəlin tapaq. Gördüyünüz kimi, bu 2-nin 1-ə olan nisbətində gedir bu reaksiya. Yəni, əgər 21 millilitr NO-dursa, axı bu dediyi 2-nin 1-ə nisbətində gedirsə, deməli, oksigendən də 21-in yarısı qədər, yəni 10,5 sərf olunmalıdır. 10,5 millilitr də oksigen lazımdır. Amma cavabda 10,5 götürə bilməzsiniz. Çünki 10,5 sizdə oksigenin miqdarıdır. Amma burada sizdən havanı soruşur. Nə qədər hava tələb olunur? Biz də dedik ki, havada olan oksigen havanın 21%-dir. Yəni 10,5 millilitr oksigen 21%-dir. Havanın özü də axı 100%-dir. Onda gəlin 100%-i tapaq. 100%-i də X yazıram.
Buradan da təbii ki x alıram 50. Deməli hava 50 ml imiş. Doğru cavab olacaq D variantı. Keçək 11-ci suala. Hansı maddənin köməyi ilə müxtəlif qablarda olan natrium silikat, argentium menoid və natrium karbonatın suda məhlullarını fərqləndirmək olar? Deməli, təsəvvür edin ki, natrium silikat, argentium menoid və natrium karbonat hamısının suda qarışımları var. 3 dənə qabdadır və deyir ki, elə bir maddə bunların içərisinə əlavə eləməlisən ki, bunlar bir-birindən fərqlənsin. Yəni sonda hamısı eyni şey alınmasın. Bu tipli suallarda ən yaxşı, ən rahat yol bir əsaslı turşu axtaracaqsınız. Bir dənə hidrogen olan turşu axtarırsınız, o variantda götürərsiniz. Bu H-NO3 ola bilər, H-xlor ola bilər, H-brom ola bilər. Yəni bu cür bir əsaslı turşuları götürürsünüz. Burada da gördüyünüz kimi H-xlor var. Doğru cavab olacaq D variantı. Yəni bu sizin daha tez tapa bilməyiniz üçün bir üsul idi, amma təbii ki izah da eləyirəm. Niyə H-xloru götürürük? Çünki natrium silikat, yəni birinci gördüyünüz maddə H-xlorla reaksiyaya daxil olur. Kolloid məhlul əmələ gətirir, silisium O2 əmələ gətirir. Argentium nitrat isə H-xlorla reaksiyaya daxil olaraq argentium xlor, yəni ağ çöküntü əmələ gətirir. Natrium karbonat isə karbon qazı ayırır. Yəni üçü də fərqli maddələrdir və bir-birindən rahatlıqla ayrılır. Keçək 12-ci suala. Hansı reaksiyalarda təzyiqin artırılması tarazlığı sağa yönəldər? Bilirik ki, ümumiyyətlə təzyiq həcmlə tərs asılıdır. Yəni, əgər təzyiq artırılırsa, həcm az olan yerə yönəlir, təzyiq azaldılırsa, həcm çox olan yerə yönəlir. Gəlin baxaq və onu da bilirik ki, təzyiq yalnız qaz halında olan maddələr təsir göstərir, yəni bərklərə, mayelərə təsir göstərmir. Baxaq birinci reaksiyaya. Azotun, deməli, amoniakın alınma reaksiyasıdır. Gördüyünüz kimi hər üçü də qaz halındadır. Ümumiyyətlə, baxın digər reaksiyalarında hamısında qaz halındadır. Burada həcmlər necə tapılır? İlk öncə onu deyim. Əmsalları toplayırsınız. 1 ilə 3 buradadır. Yəni ümumilikdə 4 həcm buradadır. 2 dənə də sağdadır. Təzyiq artırılıbsa dedik ki, həcm az olan yerə yönəlir. Baxın, təzyiq artırılırsa həcm az olan yerə yönəlir. Baxıram ki, 4 azdır, yoxsa 2, deməli 2 azdırsa, deməli sağa yönələcək. Bizə də deyir ki, şərtdə sağa yönəlsin, deməli 1 doğrudur. 2-yə baxıram, yenə hamısı qazdır. Həcmlərə baxıram, 1 buradadır, 1 buradadır, yəni 2, burada 2. Gördüyünüz kimi bərabərdir. Əgər bərabərdirsə həcmlər, təzyiq bunlara ümumiyyətlə təsir eləmir. Deməli 2 yanlışdır. 3-cüyə baxıram, yenə hamısı qaz halındadır. Əmsalları cəmi 3-dür, burada 2-dir. Dedik ki, təzyiqin artırılmasında həcm az olan yerə yönəldir, yəni sağa yönələcək. Bu da doğrudur. 1-3 doğru cavab olacaq A variantı. Keçək 13-cü suala. Eyni amin turşunun əmələ gətirdiyi tripeptidin nisbi molekul kütləsi 189-dur. Amin turşunun nisbi molekul kütləsini hesablayın. Bunun təbii ki qaydası var. Bilirik ki, baxın şərtdə bizə tripeptid dediyinə görə, deməli bizdə 3 dənə amin turşu reaksiyaya girib. Yəni 3 dənə amin turşu polikondensləşməyə girib, 3 amin turşu girib, 3A olaraq işarə edirəm amin turşunu. Bir dənə X alınıb, yəni tripeptid və su nə qədər çıxıb, yadınızda qalsın ki, neçə peptid verilibsə, məsələn tripeptid verilibsə 2 mol su çıxacaq, yəni bir vahid əskik. Əgər məsələn tetrapeptid desəydi, onda 3 su çıxacaqdı. Pentapeptid desəydi ki, olmur əslində, 4 mol su çıxacaqdı. Bunlara diqqət yetirək. Bizə deyilir ki, alınan tripeptidin nisbi molekul kütləsi 189-dur. Yəni X-in kütləsini verib bizə 189. Eyni zamanda biz suyun kütləsini bilirik ki, su baxın burada mR verib 18-dir, amma qabağında 2 var, 2 mol suda olacaq 36. Bunların cəmini bərabər eləyirəm 3A-ya, çünki bilirik ki, reaksiyanın sağ və sol tərəflərinin kütlələrinin cəmi bərabər olmalıdır. Buradan da 3A bərabər olur. Bərabər olur 225-ə. Bizdən burada amin turşunun nisbi molekul kütləsini soruşur, yəni A-nı soruşur. A-nı da tapanda 225 3-ə bölürəm, alınır 75. Deməli, doğru cavab olacaq B variantı. Keçirəm 14-cü suala. Hansı maddə lakmusu qızardır və adi şəraitdə mayedir? Bilirik ki, lakmusu qızartması üçün turşu olmalıdır. Ona görə B, deməli, B variantındakı gördüyümüz kimi C6H5OH fenoldur, spirtdir, CH3CHO bu aldehiddir, D variantındakı HCHO da aldehiddir, CH3OH spirtdir. Ona görə təbii ki, bunları atıram. D variantında isə gördüyünüz kimi asetat turşusudur, yəni sirkə turşusudur.
və adi şəraitdə mayedir. Eyni zamanda da turşu olduğuna görə lakmusu qızardır. Doğru cavab olacaq Y variantı. Keçirəm 15-ci suala. Propan və butan üçün səhv ifadələri göstərin. Metanın homoloqlarıdır. Bəli, metan nədir? Alkandır. Propanla butan da, yəni onun homoloqlarıdır. Eyni sinifə daxildirlər. Hamısı alkandır. Bu doğrudur, amma bizdən səhv soruşduğuna görə 1-i atıram. Havadan ağır qazlardır. Ümumiyyətlə yadınızda qalsın ki, hava özü 29-dur. Havanın kütləsi 29-dur. İndi gəlin digərlərinə baxaq. Əslində burada sizə karbonun, hidrogenin, emerlərin aşağıda verməli idi, amma unutublar hər halda. Məsələn, C3H8-ə baxaq. Karbon bilirik ki 12-dir, vururam 3-ə, üstünə də gəlirəm 8-i. Bu eləyəcək 36, üstünə 8 gələndə 44. Təbii ki 44 29-dan çoxdur. C4H10 da təbii ki propandan çox olduğuna görə dəqiqliyəni çox olacaq. Bizdən səhv istəyir, ona görə 2-ni atıram. 3-ə baxıram, suda yaxşı həll olurlar. Xeyr. Propan və butan suda yaxşı həll olunmur. Ümumiyyətlə alkanlar suda həll olmurlar. Ona görə bizdə səhv dediyinə görə doğru cavab olacaq 3, yalnız 3 D variantı. Keçirəm 16-cı suala. Hansı halda müvafiq olaraq ionlardan biri yalnız oksidləşdirici, digəri isə yalnız reduksiya edici xassəyə malikdir? Bilirik ki, yalnız oksidləşdirici metallar olur, yalnız reduksiya edici isə təbii ki halogenlər olur. Ona görə baxıram cavablara. Bu fosfordur. Qeyri-metaldır. Bəli, ferium ola bilər, amma baxın kükürt müsbət iondur, sink müsbət iondur. Burada xlor ola bilər. Amma germanium yalnız oksidləşdirici deyil. Həm oksidləşdirici, həm reduksiya edicidir. Bunun da səbəbin ona görədir ki, ümumiyyətlə metallar maksimum oksidləşmə dərəcəsi göstərəndə yalnız oksidləşdirici olur. Amma orta, yəni bir neçə oksidləşmə dərəcəsi göstərirsə və onun ortasındakı hansısa bir oksidləşmə dərəcəsinə malik olarsa, onda həm reduksiya edici, həm də oksidləşdirici olur. Məsələn, burada germanium müsbət 4 oksidləşmə dərəcəsi də göstərə bilir. Müsbət 2 də göstərə bilir. Müsbət 3 artıq orta oksidləşmə dərəcəsi olduğuna görə deməli həm reduksiya edicidir, həm də oksidləşdiricidir. Amma bizdə şərtdən yalnız oksidləşdirici deyir. Ona görə C də yanlışdır. B isə bilirik ki, B-də isə kalsium bilirik ki, sabit valentlidir. Yalnız müsbət 2 oksidləşmə dərəcəsi olur və xlorda -1-dir, mənfi iondur. Deməli doğru cavab olacaq B variantı. Keçirəm 17-ci suala. Hansı element metallara aiddir? Hidrogen bilirik ki qeyri-metaldır, karbon qeyri-metaldır, xlor qeyri-metaldır, silisium da qeyri-metaldır. Deməli metallara aiddir xrom, yəni Y variantı şifahi sualdır. Keçək 18-ci suala. 18-ci suala maddələrin molekullarında hidrogen atomlarının sayını göstərin. Gəlin baxaq. Birinci verilib bizə izopren. İzoprenin gəlin formulunu yazırıq. Ümumiyyətlə izopren necə yazılır? Birinci divinil yazılır. Və bir dənə də aşağısına karbon qoyulur. Hidrogenlərini təbii ki düzürük. H2, bura H. Bura heç bir şey düşmür. Burada da H3. Nə qədər hidrogen var sayıram? 3, 4 və 5. Yəni ümumilikdə 8 dənədir. C, D, Y variantlarını atıram. Keçirəm dimetil asetlenə. Bir dənə asetlen çəkirəm. Dimetil dediyinə görə hər iki tərəfinə bir dənə metil radikalı qoyuram. Bunlarda təbii ki hidrogen olmur. Ümumilikdə 6 dənə olur. Deməli doğru cavab B-dir. Gəlin D etil efirində də baxaq. D etil efirində də bilirik ki sadə efirdir. Ortasında bir dənə oksigen olur və hər iki tərəfində C2H5, yəni etil olur. Nə qədər hidrogen var? Gördüyümüz kimi 10 dənə. Deməli doğru cavab olacaq B variantı. Keçirəm 19-cu suala. Adi pəncərə şüşəsinin tərkibinə hansı element daxil deyil? Adi pəncərə şüşəsinin üçün tərkibini yazım. Bir dəqiqə. Adi pəncərə şüşəsində deməli natrium oksidi olur. Kalsium oksidi olur və bir də 6 mol silisium O2 olur. Digər şüşələrdə mən hər ehtimal sizə demək istəyirəm. Ümumiyyətlə 3 şüşə var. Əslində 4 şüşədir. Biri üzvü şüşədir. Onun tərkibində silisium yoxdur. Silisium olmayan yeganə şüşədir. Metil metakrilatın polimerləşməsindən alınır. Sonra da polimetil metakrilat alınır. Yəni o olur üzvü şüşə. Amma belə 3 cür şüşə var. Adi pəncərə şüşəsi, istiyə davamlı və yaxud da kimyəvi şüşə və bir də billur şüşə. Bu adi şüşədir. Kimyəvi şüşənin formulunu yazıram. Kimyəvi şüşədə kalium oksid, kalsium oksid və bir də 6 mol silisium O2 olur. Üçüncü də billur şüşədir. Billur şüşədə kalium oksid, plimium oksid və bir də 6 mol silisium O2 olur. Bizdən isə baxın adi pəncərə şüşəsi deyir, yəni birinciyə baxırıq. Hansı element daxil deyil? Natrium gördüyünüz kimi burada var.
Kükürd yoxdur. Deməli doğru cavab B-dir. Silisium görürsüz, silisium O2-də var, kalsium var, oksigen də silisium O2-də və elə hər üçündə var. Deməli yoxdur. Doğru cavab olacaq B variantı. Keçək 20-ci suala. Hansı ifadə doğrudur? Tərkibində bir qida elementi var demişik ki, qida elementləri 3 dənə əsas qida elementimiz var. N, P, K, yəni azot, fosfor və bir də kalium. Baxıram ki, azot da var burada, fosfor da var. Deməli tərkibində bir yox, 2 qida elementi var. Deməli yanlışdır. Kompleks gübrədir. Kompleks gübrə nəyə deyirdik? Əgər tərkibində bir və ya bir neçə, daha doğrusu 2 və ya daha artıq qida elementi varsa, deməli kompleks gübrədir. Mən də dedim ki, həm azot var, həm fosfor var. Baxın burada həm azot var, həm fosfor var. Deməli kompleksdir, doğrudur. 2 qat super fosfat alınır. Xeyr, yanlışdır. 2 qat super fosfat bu cür yazılır. Tamamilə fərqli bir gübrədir. Deməli bizdən doğrudur deyirdi. Deməli doğru cavab olacaq yalnız 2, yəni B variantı. Keçirəm 21-ci suala. Hansı element hidrogenlə RH2 tipli uçucu birləşmə əmələ gətirir? Ümumiyyətlə qruplara görə belə bölünür. Yəni məsələn birinci qrupdan bu tərəfə yazsaq 1, 2, 1, 2, 3, 4, 5, 6 və 7-ci qrupları yazsaq, birinci RH-dır, RH2-dir, RH3-dür, sonra gəlir 4-cü də RH4-dür, RH5 falan artıq yoxdur. RH4-dən dala qaydıraq. RH3, RH2 və RH. Qeyd edeyim ki, birinci, ikinci, üçüncü qruplarda əsasən metallardan təşkil olunduğuna görə bunlar qeyri-uçucudur. Bundan sonraki qruplar isə qeyri-metallardan əsasən təşkil olunduğuna görə uçucudur. Çünki onu səhv eləmirəmsə, kimyanın kanalizləri dərsində demişdim ki, ona görə qeyri-uçucudur ki, birinci, ikinci qruplar əsasən metaldır. Məsələn, birinci, ikinci, üçüncü qruplar daha doğrusu əsasən metallardan ibarətdir. Məsələn, o təsəvvür eləsək ki, bir küləkdir. Külək yerdəki dəmiri daha tez yuxarı qaldırar, yoxsa plastiki? Təbii ki, dəmiri. Çünki dəmir daha bərkdir və metaldır. Ona görə də qeyri-uçucudur. Yəni külək onu daha tez uçurda bilmir. Amma plastik daha uçucudur, çünki qeyri-metaldır. Bizə deyir RH2 tipli uçucu birləşmə deyir. Baxıram ki, RH2 tipli uçucu 6-cı qrupda yerləşir. Deməli 6-cı qrup elementlərindən birini götürməliyəm. Bu da təbii ki, kükürdür. Yəni A variantı. Keçirəm 22-ci suala. Hansı halda hər iki reaksiyadan alınan duz hidrolizə uğramır? Gəlin baxaq. Təbii ki, D variantı uğramayacaq. Çünki D variantında gördüyümüz kimi natrium OH-ın üzərinə sulfat gəlinib. Buradan 1 mol su çıxacaq və bir də natrium HSO4 çıxacaq. Digərindən də natrium oksidin üzərinə nitrat gəlinib. Buradan da natrium nitrat və bir də su alınır və heç bir reaksiyaya, daha doğrusu hidrolizə uğramır. Səbəbini deyirəm, çünki bu gördüyünüz kimi hidrodur. Hidrodsa onsuz da uğramayacaq. Bunda isə natrium qüvvətli qələbidir. Burada isə turşu qalığı da qüvvətli turşu olduğuna görə hər ikisi qüvvətlidir. Bizə demişdik ki, hidroliz zəifə görə gedir. Burada isə hər ikisi qüvvətli olduğuna görə zəif olmadığına görə hidrolizə uğramayacaq. Deməli doğru cavab olacaq D variantı. Digərlərinə də baxa bilərsiniz. Məsələn, burada ferium xlor 3 alınır. Təbii ki, uğrayacaq, çünki xlor burada qüvvətli turşudur, ferium isə zəifdir. Sonra digərinə baxın. Məsələn, C-də burada sink xlorid alınacaq. Sink xloriddə təbii ki, sink zəifdir, xlorid güclüdür. Zəifə görə yenə reaksiya gedəcək. Burada kuprum oksidinin üzərinə H-xlor gələndə kuprum xlorid alınacaq. Təbii ki, xlorid burada güclüdür, amma kuprum zəifdir, yenə reaksiya daxil olacaq. Y variantına da gəlin baxaq. Burada maqnezium SO4 alınır. Bu da təbii ki, hidrolizə uğrayacaq, çünki maqnezium zəif əsasdır, SO4 isə güclü turşudur. Deməli, doğru cavab olacaq D variantı. Keçirəm 23-cü suala. Hansı maddələr qidanın tərkibində ola bilər? Saxaroza şəkərdir, təbii ki, qidalarımızın tərkibində var. Nişasta bilirik, buğdadır, qarğıdalıdır, düyüdür, bunların tərkibində var. Formaldehid isə yoxdur. 1-2, yəni doğru cavab olacaq C variantı. Çünki formaldehiddə, yəni bildiyimiz kimi zəhərlidir, qidanın tərkibində ola bilməz.
Doğru cavab olacaq C variantı. 24-də kalsium üzərinə su gəlinib, demişdik ki, metal özü su ilə reaksiyaya girəndə hidrogen alınır və bir də öz hidroksidi alınır. Doğru cavab olacaq B variantı. Y variantı ola bilməz, çünki kalsium 2 valentlidir, OH1 valentlidir. Gəlib bunun indeksinə 2 düşməli idi, ona görə yanlışdır. 25-ci sualda dünya alimləri kimi alkilləşmənin kralı adlandırılmışdı. Burada cavab Məmməd Əliyevdir, amma bu sualı yəni bilməsəniz də olar, çünki proqramdan çıxarılıb imtahanlara düşmür. Bu günlük bu qədər. Bu sınağın da sonuna gəldik. Gələn videolarda görüşənədək sağ olun.